Random yalanı. Algoritm sizi necə soyur? Pinup kimi onlayn qumar platformalarının ən böyük silahı nədir bilirsiniz? Haminizin daxilindəki o kiçik ümid, bəlkə bu dəfə bəxtim gətirdi, hər şey təsadüf edir. Amma gəlin həqiqətin uzundakı pərdəni qaldıraq. Onların reklam etdiyi o random generator, təsadüfi rəqəm generatoru əslində sizin bəxtinizi yox, Pinup'ın mənfəətini hesablayan bir masindir. 1. Bu random niyə heç vaxt sizi varlı etmir? Çünki bu sistemlərin daxilinə RTP, Return to Player adlı bir kod yerləşdirilib. Bu kod deyir ki, nə bas verir versin, bunun sonunda daxil olan pulun böyük hissəsi şirkətdə qalmalıdır. Sənin o, təsadüfən qazandığın 50100 manat səni daha böyük məbləğləri itirməyə həvəsləndirmək ucun sistemin sənə atdığı bir yemdir. 2. Saniyəlik aldatmaca. Pinup'ın algoritmi saniyədə minlərlə kombinasiya qurur. Sən düyməyə bastığın an, sən hələ carxın donduğunu görməmiş, proqram sənin uduzduğunu artıq bilir. O ekrandakı rəngli işıqlar, həyəcanlı musiqilər sadəcə sənin beynini dumanlandırmaq ucundur. 3. Niyə həmsə az qala udursan? Diqqət etmisinizmi? Pinup'da çox vaxt udmağa bir simvol qalir, ya da rəqəm bir addımlıqda dayanır. Bu təsadüfdür? Xeyr. Bu, algoritmin səni psixoloji təliyə salmasıdır. Proqram bilərəkdən o simvolu yaxınlıqda saxlayır ki, sən az qaldı, gələn dəfə mütləq olacaq, deyib son qəpiyinə qədər uduzasan. Sözün qısası, Pinup və digər qumar şirkətləri xeyriyyə müəssisəsi deyil. Onların random dediyi şey sənin cibini boşaltmaq ucun qurulmuş ən dəqiq riyazi tələdir. Bu sistemdə yeganə təsadüf sənin hələ də o sayta girməyindir. Unutma, algoritmi məğlub edə bilməzsən çünki qaydaları o yazıb. Bu mətin